Qitələr arası ballistik raket kimi vəzifələr arası sərt keçişlər edib, siyasi partlayışlara imza atan Rüşdü Paşamızın aldığı vəzifələrə nəzər salar. 1851-ci ildə Ali Məhkəmə Şurasında üzv, 1864-cü ildə Suriya vilayətinin rəhbəri, 1865-ci ildə İstanbulda Dini İşlər Naziri, elə eyni ildə burada Maliyyə Naziri vəzifəsinə gətirilir. 1868-ci ildə yeni vəzifəsi Xəzinə Naziri. Xəzinə vəzifəsində ikən yeni qurulan Daxili İşlər Nazirliyi də Kürdəmirli Paşamıza həvalə edilir. Həmin dövrdə Kürdəmirli Rüşdü Paşanın birbaşa sarayla təmasa keçməsi və bəzi işləri Sədrəzəmlə məsləhətləşməməsinə görə Sədrəzəm, yəni Baş Nazir Məhəmməd Əmin Əli Paşa ilə münasibətlərinin pozulmasına gətirib çıxardı. Lakin vəzir sonradan onun saray və hökumətdəki əsas müdafiəçisi olacaqdı. 1871-ci ildə Daxili İşlər Nazirliyindən uzaqlaşdırılıb, yenidən Maliyyə Nazirliyinə gətirildi. Bu vəzifə